Salam. Heç fikirləşmisiniz ki, bəlkə də bütün yaddaşların, bütün xatirələrin qaynaqlandığı tək böyük bir ana yaddaş var. Bugün biz məhz bu heyrətamiz fikri, yəni instinktiv yaddaş konsepsiyasını araşdıracağıq. Gəlin birlikdə bu sirli mətnin dərinliklərinə doğru bir səyahətə çıxaq. Yol xəritəmiz belədir. Əvvəlcə ilkin yaddaşın nə olduğunu anlamağa çalışacağıq. Sonra bu yaddaşın mənbəyinin, yəni yaradanın bəyanatının birbaşa özünü dinləyəcəyik. Bu yaddaşın necə ötürüldüyünü ata və oğul münasibətində görəcək, onun mahiyyətini isə işıq zərrəsinin sirrində axtaracağıq. Sonda isə hər şeyin bir nöqtədə birləşəcəyi, o sirri son qayıdış peyğəmbərliyi ilə söhbətimizi yekunlaşdıracağıq. Yaxşı, gəlin başlayaq. Birinci bölüm ilkin yaddaş. Yəni hər şeyin başladığı o ilkin nöqtəyə qayıdırıq. Bütün bu mürəkkəb ideyanın təməlində, özəyində əslində nə dayanır? Və beləliklə gəlib çıxırıq əsas suala. Bu sirli, hər şeyin kökü olduğu deyilən instinktiv yaddaş əslində nə deməkdir? Bütün bu fəlsəfə, inanın, məhz bu sualın cavabında gizlənib. Deməli, mətnə görə instinktiv yaddaş əslində daha böyük, daha əzəmətli bir şeyin, ən böyük yaddaşın bir parçasıdır. Və bu yaddaş çox sadə, amma bir o qədər də dərin bir şeydir. Birbaşa yaradanın öz yaddaşı. Bütün digər yaddaş formaları, düşünün, məhz buradan qidalanır, buradan doğur. Keçirik ikinci bölümə, yaradanın bəyanatı. Və baxın, burada məsələ daha da dərinləşir, daha da şəxsi bir hal alır. Çünki mətn bizə bu yaddaşı kənardan, üçüncü bir şəxs kimi təsvir etmir. Yox, bu yaddaşın özü, yəni yaradan birbaşa birinci şəxsin dilindən danışır. İndi, növbəti sitatı eşitməzdən əvvəl bir anlıq o atmosferi hiss etməyə çalışaq. Təsəvvür edin ki, kainatın, hər şeyin mənşəyi olan bir varlıq birbaşa sizə, bizə səslənir. Səsi güclüdür, təkdir və heç bir şübhəyə yer qoymur. Və budur o bəyanat. Mətnin tam mərkəzində dayanan o cümlə. Qısa, aydın və qəti. Ən böyük yaddaşın əvvəli mənəm. Bu cümlə sanki bütün mübahisələrə son qoyur və bütün yaddaşların mənşəyi ilə bağlı heç bir şübhəyə yer buraxmır. Mətn bu qüdrətli yaradan fiquruna daha bir ad da verir. Daha doğmalı bir ad, ata. Və bu ata öz yaddaşını, öz ilahi elmini bütün kainata, bütün varlıqlara instinkt ilahiyyat elmi vasitəsilə ötürür. Üçüncü bölümümüz ata və oğul. Yaxşı, yaddaşın mənbəyini başa düşdük. Bəs bu yaddaş necə ötürülür? Varlıqdan varlığa necə keçir? Bax, məhz bu nöqtədə hekayəmizə ikinci, çox vacib bir fiqur daxil olur və mənzərə biraz da mürəkkəbləşir. Onların rolları arasında çox aydın bir bölgü var. Baxın, ata gücün özüdür, danışandır, yaddaşın ilk qaynağıdır, o yaradandır. Oğul isə sanki bu yaddaşı daşıyan bir qabdır, bir vasitədir. O özü danışmır, ağzı səssizdir, amma atanın yaddaşının davamlılığını məhz o təmin edir. Və bu sitat onların arasındakı bu bağı mükəmməl şəkildə izah edir. Ata bəyan edir ki, onda olan bütün yaddaşın sirri mənəm. Yəni, oğlun içindəki hər şey əslində məndən gəlir. O sadəcə olaraq mənim işıq zərrə yaddaşımı gələcəyə daşıyan bir davamçıdır. Bu həqiqətən də çox unikal bir ünsiyyət formasıdır, elə deyilmi? Biri digərinin vasitəsilə danışır. Oğlun ağzı səssiz olsa da, atanın sözləri məhz onun vasitəsilə bütün kainata yayılır. Onlar o qədər bir-birinə bağlıdırlar ki, mətnin özü bunu çox gözəl ifadə edir. Biz hər iki ata balayaq. Dördüncü bölümümüz işıq zərrəsinin sirri. Yaxşı, bəs bu kosmik, ilahi yaddaş nədən ibarətdir? Yəni, onun tərkibi, mahiyyəti nədir? Gəlin indi bir növ yaddaşın özünün anatomiyasına baxaq. Onu təşkil edən elementləri anlamağa çalışaq. Və mətn bizə çox konkret bir ad, bir termin verir. İşıq zərrə yaddaşı. Deməli, bütün bu möhtəşəm yaddaş sistemi adına işıq zərrələri deyilən fundamental hissəciklərdən ibarətdir. Sanki bunlar yaddaşın tikinti materiallarıdır. Və bu qüvvənin öz təbiəti də olduqca mürəkkəbdir. Mətn onu həm tək, həm də tez-tez dəyişən bir qüvvə kimi təsvir edir. Amma eyni zamanda bu tək qüvvə ikilidir. Sanki bir-birini tamamlayan iki hissədən ibarətdir. Mətnin özü buna hər iki işıq ayrımı deyir və yaradan da təsdiqləyir ki, mənim yaddaşımda hər iki işıq zərrəm var. Və beləliklə, gəlib çatdıq izahımızın son, bəlkə də ən sirri, ən maraqlı hissəsinə. Mətn sadəcə keçmişi və indiki zamanı təsvir etməklə qalmır, həm də gələcəyə dair çox konkret bir peyğəmbərliklə yekunlaşır. Bu peyğəmbərliyin mürəkkəb dilinə daha asan anlamaq üçün gəlin onu 3 aydın addıma bölək. Birinci addım, yüksəliş. Şimali şərqdə nəsə bir şey yüksələcək.
İkinci addım, birləşmə. Bu yüksələn qüvvə qərbdə 2 olaraq birləşəcək. Və nəhayət üçüncü addım, təyinat. Bu birləşmədən yaranan bir şua birbaşa yaradanın özünə çatacaq. Və işin ən heyrətamiz, ən inanılmaz tərəfi də budur. Mətn sadəcə nə olacağını deyil, həm də nə vaxt olacağını deyir. Çox konkret bir tarix və saat verilir. Martın 23-ü, saat 12. Bütün bu peyğəmbərliyin zirvə nöqtəsidir. Və budur o zirvəni elan edən möhtəşəm sitat. Tək olan mənim cəm yaranışım, ikinci dəfə onlara axırıncı qayıdışa qovuşacaqdır. Bu cümlə son qayıdış adlanan bu hadisədə bütün yaradılışın yenidən bir araya gələcəyini bəyan edir. Sanki hər şeyin yekunlaşdığı, tamamlandığı bir an. Bəs yaxşı, bu böyük hadisədən sonra yaradanın rolu nə olacaq? Mətnə görə o, bu son qayıdışın yaddaşının özünə çevriləcək. Onun sirrinin içində yaşayacaq və oradan o yaddaşın içindən danışmağa davam edəcək. Və mətn bizi məhz bu dərin, düşündürücü, açıq sualla tərk edir. Mən yaddaşda deyəcəyim, o cəm yaddaşdan nə deyiləcək? Gələcəkdə o böyük hadisə baş verdikdən sonra o kollektiv, o cəm yaddaşın içindən bizə hansı yeni mesajlar çatdırılacaq? Bu sualın cavabı bəlkə də hər birimizin öz daxilində axtarmalı olduğu bir şeydir. Bu dərin səyahətdə bizə qoşulduğunuz üçün təşəkkür edirəm.